2025 beynəlxalq turnirinin ilk günündə 3 medal qazanıblar. Bu barədə bizə daha ətraflı məlumatı hazırda yarışı yaxından izləyən əməkdaşımız Nazilə Əhmədova verəcək. Salam Nazilə, buyur, söz səndədir. Bəli, biz sizə su qovuşandan Prezident Kuboku 2025 beynəlxalq reqatasının ilk yarış günündən xəbər veririk. Artıq ilk qaliblərimiz müəyyənləşib və burada mübarizə sona çatıb. Nə xoş ki, ilk gün reallaşan yarışda qaliblər, mükafatçılar arasında Azərbaycan idmançıları da var. Təmsilçilərimiz 200 metr məsafəyə kayak yarışında, bugün sadəcə bu növdə yarış var idi burada, məhz 3 bürünc medal aktivlərinə yazdırdılar. Yəni onların adlarına nəzər salaq. 2007-2008-ci il təvəllüdlü oğlanların 200 metr məsafəyə kayak qayığında yarışında Amil Ramazanov bürünc medal qazanıb. O, ötən il reqatanın qızıl mükafatına sahib olmuşdu. 2009-2010-cu il təvəllüdlü oğlanların yarışında Əlmurad Hacızadə bürünc mükafata yiyələnib. 2011-2012-ci il təvəllüdlü oğlanların yarışında isə Mustafa Fəlizadə, qeyd edək ki, bu idmançı digərlərinə nisbətən daha yeni titullar qazanmağa başlayır. Bürünc mükafata sahib olub. Belə ilk günün qalibləri arasında Azərbaycanlılar da var. Artıq onların mükafatlandırma mərasimi baş tutmaqdadır. Və bundan əlavə bizim yarışımız növbəti 2 gün Mingəçevirdə davam edəcək. Burada isə təkcə kayak yox, artıq avar çəkmənin akademik və kanoe növlərində və daha uzun məsafələrə, 1000-1500 metr məsafələrə də yarışlar təşkil olunacaq. Yarışa mayın 2-sində bağlanış mərasimi ilə yekun vurulacaq. Bizim sizə çatdıracaqlarımız hələlik bu qədər. Söz sizdədir. Çox sağ ol Nazilə, təşəkkür edirik ətraflı məlumat üçün.